Neçə vaxtdır gündəmdə baş verən məsələlərə diqqət edəndə görürük ki, gündəmdə olan məsələlər tükənmək bilmir. Amma gündəmi əhatə eləməyən məsələlərdən biri demək olar ki, dindarların zindan həyatıdır. Düzdür, sosial şəbəkələrdə bu şeylər gəzir, amma Azərbaycanda hökumət saytları, hökumət sosial şəbəkələri və müxalifətdə bunlar görsənmir. Hökumət bu məhbusları zindana salıbdır, şərliyibdir və zindanın içində də daha bir zindana salıbdır. Yəni zindan içində zindan. Onsuz da bunların tutulması zülm əsasındadır. Nahaq yerədir, şərlənərək bunları zindana salıbdır və bunun özü bir dərddir. Və onların ailələrində də, onların ailələrinin də qəzəbinə səbəb olur bu. Yəni, bəlkə də 10 minə yaxın insan az-çox zindandadır və bunların ailələri də nigaran da narahatdır. Bunu eləyənlər utanmaz zindanın içində də bunlara problem yaradır. Xəstənin başında şiş var. Bunu döyməklə, bunu hansısa vasitələrlə o şeylərə səbəb olubdur. Başında şiş var və demək olar ki, bəlkə də ölümcül bir vəziyyətə salıblar. Amma onları müalicə eləməkdir və s. bu kimi məsələlərdən əsər-əlamət yoxdur. Və müxtəlif məhbuslarda bu problemlər görsənir. Hətta zülm edərək Azərbaycan xanımının qeyrətinə əl uzadaraq zindana saldıqları bu 6 dənə xanım, bunların da səhhəti pis vəziyyətdədir. Zindanlarda nə baş verir ki, bunlar bu vəziyyətdədir? Və məhbusların səsi çölə çıxmır. Onların fəryadına yetişən bir kəs yoxdur. Nə baş verir zindanlarda? Kim buna yetişməlidir? Elə bir vəziyyətə gəlib çatıb ki, məhbus yoldaşlar onun və onların vəziyyətini görür, öz etiraz səslərini ucaltmaqdan ötürü gəlib azlıq aksiyasına başlayırlar və müdiriyyət, zindanın müdiriyyəti götürüb onları salır Karsa. Bu, yəni, həqiqətən də həyasızlıqdır və hökumət tərəfindən bu şeylər baş verir.